Yaxşı, seminar suallarından birinci bölməmiz natural ədədlərdir. Buradakı suallara sırayla baxaq, keçsin. Deməli, uşaqlar, deməli birinci nə verib bizə? A və B natural ədədlərdir. C-də ortaq olmayan sadə qrupların hasilidir. EBOB-u tapın deyir. EBOB-un düsturu elə hazır birbaşa kök altında AB bölünsün C-dir. Gəlirəm bu AB bölü C-nin cavabına 256 verib. Kökün içinə 256 yazıram. Buradan da cavab çıxacaq 16. Olacaq B variantı. 3-ə bölünən neçə iki rəqəmli ədəd var? Bunu bilmək üçün 3-ə bölünən ən kiçik iki rəqəmli ədəd 12-dir, ən böyük iki rəqəmli 99-dur. Deməli, sən nə etməlisən? 99-dan çıxmalısan 12-ni, 3-ə bölünən deyirsə 3-ə bölürsən və hər ikisi transkripsiya olduğuna görə üzərinə 1 gəlirsən. Çıxanda qalır 87 bölünsün 3, bu eləcə 29 üzərinə 1 gələndə cavab eləyəcək 30. Day durub da imtahanda mən deyim də sizə 3-ə bölünən 2 rəqəmli 12, 15, 18 axşama kimi belə saymayın. Baxın görün nə işləyirsiniz. Sonra məktəblilər əvvəlcə cərgədə 8 nəfər, sonra 12 nəfər olmaqla düzüldülər. Məktəblilərin 110-dan çox və 130-dan az olduğunu bilərək onların sayını tapın. Transkripsiya olduğunu hardan bilirəm? 12-yə 3 12 nədir? 12 3-ə bölünürmü? Deməli bunu transkripsiyada yazıram. Bölünürsə transkripsiyadır. Bölünmürsə transkripsiyada yazmazdıq. İndi 8 ilə 12-nin əkobunu tapırıq burada uşaqlar. Əkob 8 və 12. 8 və 12-nin əkobu 24 edir. 24 həm 8-ə bölünür, həm də 12-yə bölünür. İndi 110-dan çox, 130-dan azdır. Deməli, sən 24-ü elə bir ədəd tapmalısan ki, məsələn, 24-ü vururam 5-ə, bu mənə 120 verir. Düzdürmü? 120 yerləşir mi bu araqda? Bəli, deməli 120 cavabı var. 24 4-ə vursaydım 96 eləyərdi, 110-dan çox olmazdı. Məsələn, 24-ü vurardım 6-ya 144 eləyərdi, 130-dan az olmalıdır, ödənməzdi. Ona görə 24-ün vuruqlarının içərisindən 110 ilə 130-un arasında nə varsa onu tapmaq lazımdır. Oldu A variantı. Burada eyni hərflər olanda eyni hərfin sayı qədər rəqəm 1 yazıram. Olur 111A çıx 111B. Aşağıda da ki 11A çıx 11B. Yuxarıdan 111-i kənara çıxardıram. A çıx B qalır. Aşağıdan da 11-i çıxardıram. A çıx B qalır. A çıx B'lər gedir. 111-i bölürəm 11-ə. O da 10 tam 11-də 10, yəni C variantı düşəcək. Gəldik bura. X kvadrat çıx Y kvadrat. Biz bunu müxtəsər kimi bir dəfə yazaram X çıx Y, bir dəfə də X üzərinə gəl Y. Bərabər olmalıdır 17-yə. Deməli 17 sadədir. Bunun yanına bir dənə vur 1 yazmaq olar. İndi uşaqlar, X çıx Y azdır deyə 1-ə bərabərdir. X plus Y də bərabər olmalıdır 17-yə. Alt-alta baxsam, mənfi Y, müsbət Y getdi. X ilə X mənə verəcək 2X. 17 ilə 1 bizə verəcək 18. X də bərabər oldu buradan 9-a. Biri 9-dursa, cəmi 17 eləməlidir axı. Biri də 8-dir. 9 ilə 8-in hasilini soruşur, olacaq 72. Sual 86. 86 sualda nə etmək lazımdır? Bu yazılı suallara gələ bilər. Gəlsə, qapalı suallarda bunun işi yoxdur. Yazılı suallardan çəkinməyin. Yarıya qədər də olsa yazın. Deməli, uşaqlar, M-in qiyməti yazılıb ki, burada 4 vurulsun 3-ün üzərində. K üzərinə gəl 2-dir. Mən bunu ayırıram. Yazıram 4 vur 3-ün üzərində. K, bir də 3-ün üzərində 2. N də bərabərdir 12-nin üzərində K. 12-ni də 4 vurulsun 3 yazsam, üzərlərinə K əlavə eləyə bilərəm. Çünki 12-nin qüvvətində K varsa, həm 4-ün üzərinə K yazmalıyam, həm də 3-ün üzərinə K yazmalıyam. Gəlirəm burada EBOB-un içində M-in qiymətlərini yerinə yazmağa. Olacaq EBOB. M-in yerinə yazıram 4, 3-ün üzərində K, 3-ün üzərində 2. Və N-in yerinə 4 üstü K, vur 3 üstü K. Bərabər olmalıdır 108-ə. Ortaq vuruğu mötərizənin xaricinə çıxardırım. Hər ikisində 4 var, hər ikisində 3-ün üstündə K var. Deməli, kənara bir dənə 4-ü çıxarda bilərəm. Çünki K-nın burada nə qədər olduğunu bilmirəm. Amma burada nə qədər olduğunu bilirəm ki, bir dənəsi var. Bir dənəsi çıxdı qırağa. 3-ün üstü K-da bütöv çıxdı. Qaldı yerdə EBOB. 4-ü götürmüşəm, 3 üstü K-nı götürmüşəm, 3 üstü 2 qalıb. 3 üstü K-nı götürmüşəm, buradan K-dan bir dənəsini çıxartmışam kənara. Olacaq onda K çıxılsın 1. Çünki bir dənə 4-ü kənara çıxartmışam. Bərabər 108. 3 ilə 4 qarşılıqlı sadə deyə EBOB 1 verir. Deməli, buranı qırağa tullayıram. Qaldı 4 vur 3-ün üzərində K bərabər 108-ə.
3'ün üzərində k bərabər 108-i 4-ə böləndə 27. 3'ün üzərinə 3 yazsam 27 eləyər deyə k'nın qiyməti burada 3 oldu. Tapdım k'ya 3. Məndən m-i soruşur. M hansıdır? Bax buradır. Burada k'nın yerinə 3 yazıram. Olur 4 vur 3'ün kubu vur 3'ün kvadratı. Bunu da hesablayanda 972 eləyəcək. Cavabı bir sizə deyirəm getsin. Dardı getdi bu sual. Sonra sual 87. Deməli 87-ci sualda uşaqlar biraz seçmə üsulu var. Sən burada seçməlisən ki, görün mən hansı ədədlərdən istifadə eləsəm bizim üçün əlverişli olar. Çünki bunun iki cavabı var. Hər ikisi də variantlarda olur çox vaxt. Deməli baxıram nəyə? Bölənlərin sayı 8-dir. Sayda qruplara ayrılış da bu şəkildədir. Yəni 2 üstü m, 3 üstü n-dir. Bölənləri tapanda qüvvəti dairəyə alıb bir vahid artırırdıq. M-dirsə m üstəgəl 1 yazıram. N-dirsə n üstəgəl 1 yazıram. Bu bərabər olmalıdır 8-ə. Nəyi nəyə vursam 8 eləyəcək. Natural ədədlərdən söhbət gedir. Mən bura 1-i 8-ə vursam da 8 edir. Amma 1 eləmək üçün m yerinə 0 yazmalıyam. 0 natural deyil axı. Mötəzən için görürsünüzmü? Bunlar natural olduğu haqqında mənə məlumat veribdir. Ona görə yazıram ki, mən 4-dən 2. Ya 4'ü 2'ye vuranda 8 eləyəcək, ya da 2'ni 4'e vuranda. Bu iki hala baxmaq lazımdır. Onda birinci yazıram yuxarıdakını. 4'dən 2. Buranı 4'e bərabərləyəcəm. M üstəgəl 1 bərabər 4'e. M oldu buradan 3. N üstəgəl 1 bərabər 2'ye. N bərabər oldu 1'e. Gətirin burada yerinə yazın. 2'nin üzərində 3, 3'ün üzərində də 1. Bu 8 vuruc 24. Bu bizim bir cavabımızdır. Variantlarda var. Qaçıram, cavab götürürəm. Olmaz. İkinci halımız qalıb elə. İndi yazıram bu dəfə tərsinə. Buranı 2 götürürəm. Buranı 4 götürürəm. Onda m üstəgəl 1'ə deyəcəm 2. M olacaq 1. N üstəgəl 1'ə deyəcəm 4. N olacaq 3. Gəlirəm indi 2'nin üzərinə 1. 3'ün üzərinə 3 yazıram. Bu da eləyəcək. 2 vurulsun 27. 54. Baxın, böyük cavabı soruşurdu. 54 tapdım. Olacaq cavabımız D variantı. Kiçiyi soruşsaydı 24'ü götürərdik. Sonra natural bölənlərin sayı 64'dür. Birbaşa bu n üstəgəl 4'ü bir vahid artırmaq olmaz. Çünki 35 mürəkkəbdir. 35'i əvvəlcə yazıram. 5 vurulsun 7. Qüvvətdə n üstəgəl 4 var deyə hər ikisinin üzərinə n üstəgəl 4 əlavə edirəm. Onda bunları bir vahid artıracağım hər ikisini. Çünki natural bölənlərin sayında bir vahid artırmaq lazımdır. 4'ü artıranda n üstəgəl 5 eləyəcək. Digəri də elə n üstəgəl 5 eləyəcək. Bərabər 64'ə. Bu nə deməkdir? N üstəgəl 5'in kvadratı deməkdir. Bərabər 64. Buradan da n üstəgəl 5 bərabər 64 8'in kvadratıdır. Bu da n olacaq buradan 3. N'ə 3 tapdım. Bizdən nəyi soruşurdu? Elə n'i soruşurdu. Cavab olacaq 3, yəni A variantı. Sonra sual 7'də. Bu ədədlər qarşılıqlı sadə ədədlərdir. Uşaqlar, qarşılıqlı sadə ədədlər o deməkdir ki, artıq bunlar ixtisar getmirlər. Amma baxıram ki, buradakı 22 ilə 58 2'ye bölünür. 2'ye böləndə qalır burada 11, 4 çıxılsın 3. Burada qalacaq 29, 3y üzərinə gəlir ki, qarşılıqlı sadə olanda bir-birinin qarşısına bərabərləşdirirsiniz. 4 çıx 3'ü bərabərləmək lazımdır 29'a. 3y üzərinə gəlir 2'ni də bərabər edəcəksə 11'ə. Onda yazıram 4x çıx 3 bərabər 29. 4x bərabərdir. Buradan toplama eləyəcək sağa keçəndə 32. X bərabər oldu 8. Bu 1. Gəldim digərinə. 3y üzərinə gəlir ki, bərabər olmalıdır 11'ə. 3y bərabərdir. Burada toplamadı sağa keçəndə çıxıram. 11'dən 2 çıxanda 9 qalır. Y bərabər oldu buradan 3'ə. Məndən soruşur x-y-in hasilini. Deməli 8'i vurmalıyam 3'ə. Cavab eləyəcək bu sualda 24. Sonra gəldik bura. Ulduzun əvəzinə hansı ədəd olmalıdır ki, 9'a bölünsün? 9'a bölünmə əlaməti rəqəmlərinin cəmidir. Bunları toplayaram. 5'in üstə 6 gəlirəm. 11, 11 üstə 2 gələndə 13. 13'ün üzərinə mən nə gəlsəm 9'a bölünər? 0 gəlsəm olmaz. 13'ün üstə 2 gəlsəm 15 eləyir, 9'a bölünmür. 13'ün üstünə 9 gəlirim, 21 9'a bölünmür. 13'ün üstünə 1 gəlirəm, 14 9'a bölünmür. Hə, gəldim buranı. 5 gələndə 18 eləyir və 9'a bölünür. Deməli cavab olacaq Y variantı. Baxıram sual nömrəsi də yoxdur. XY 04 bölünsün XY-ə. Və deməli burada qalıb B-dir, qismət də A-dır.
A ilə B-nin hasilini soruşur. Bu sualı istəyirsən x-in yerinə rəqəm qoy, elə bölməni həll elə. İstəyirsən lazım deyil, elə o ardıcıl şəkildə get. X, Y 0,4-ü böl x, Y-ə. Deməli, burada nə edəcəksən? Buranı vururam 100-ə, olur x, Y 0. 100-ə vuranda. Bunlar getdilər, qaldı 4. Bu qismətdir A hərfi, bu da qalıqdır B hərfi. Deməli, A ilə B-nin hasilini soruşur. 100-ü vuracaqsınız 4-ə, eləyəcək 400. Qutardı, getdi. Cavab olacaq D variantı. Sonra gəldik sual. X kvadratı çıxılsın y kvadratı 55-dir. Deməli, mən müxtəsər kimi x minus y, x plus y bərabər 55 yazaram. Əslində mənə kiçik qiymət deyir. Böyük qiymət desə 55-i 1 vur 55 yazaram. Böyük rəqəm alınsın deyə 55 götürərəm. Amma kiçik deyir deyə mən 55-i 11 vurulsun 5 ya da 5 vurulsun 11 şəklinə götürürəm. Az olan tay az olana bərabərdir, çox olan tay da çox olana bərabərdir. Deməli, x çıx y bərabər 5 yazıram. X üstəgəl y bərabərdir 11 yazıram. Bunu həll eləsəm, y-lər getdilər. 2x bərabər 16 toplayanda x bərabər oldu 8-ə. Gəlirəm x-in yerinə 8 yazıram. 8 üzərinə gəl y bərabər 11. Burada yerinə yazdım. Y də bərabər oldu 3-ə. Məndən bu ifadəni soruşur. 5-i vururam x-in qiyməti 8-ə. 3-ü vururam y-in qiyməti 3-ə. 40 üzərinə gəl 9 cavab eləyəcək 49. Sonra son iki sual bu bölmədə. Deməli, yenə baxıram nəyə? A kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı. Bax, ağzımda oxuyanda belə görürəm ki, bu müxtəsər vurma düsturudur özü. Onda həmin yerinə, ifadənin yerinə A üstəgəl B-nin mötərizə kvadratı yazaram. Sonra var çıxılsın C-nin kvadratı bərabərdir 17-yə. Müxtəsər kimi bunları bir dəfə toplayarıq, bir dəfə çıxarıq. Yəni yazaram A üstəgəl B çıx C. Bir dəfə də A üstəgəl B üstəgəl C bərabər 17. 17 sadədət deyə yanına bir dənə 1 yazıram. Çıxma az olan taydır. Az olanı az olana bərabər eləyəcəksiniz. Çox olanı da çox olana bərabər eləyəcəksiniz. Yazıram A üzərinə gəl B çıx C bərabər 1-ə. A üzərinə gəl B üzərinə gəl C bərabərdir 17-yə. Sistem tənli kimi alt-alta bunları toplasam, A ilə A eləyəcək 2A, B ilə B eləyəcək 2B, C-lər getdi, bu da 18. Hamısını 2-yə böləndə A üzərinə gəl B bərabər olacaq 9-a. Gəlirəm indi bura. Bu hissədə A üstəgəl B-nin yerinə 9 yazıram. Olur 9 çıxılsın C bərabər 1-ə. 9-dan təbii ki 8 çıxanda qalacaq 1. Bunları tapdım. Gəlirəm indi bu ifadəyə. Burada nə soruşur? 2C çıx A çıx B yazıb. Onda 2C-ni yazıram. Qabağa mənfi atıb da oranı A üstəgəl B eləyirəm. Qiymətləri yerinə yazsaq 2 vur C-nin qiyməti 8 çıx A üstəgəl B 9-dur. 2 və 8 16 9-un çıxanda 7. Düzgün cavab olacaq. Bu sualda 7. Sonra burada nə edəcəksiniz? Baxıram hamısında n var. Deməli bunlar n-ə bölünür. N-i qırağa çıxardıram. Yerdə qalır əbub. Hamısını n-ə böləndə 2n. Üstəgəl n-ə böləndə 1. Yenə burada 2n. 3n n-ə böləndə 3 qalır. Bərabərdir n-in kvadratı çıx 5n üstəgəl 9. 2n-ləri qoydum qırağa. 1 ilə 3 qarşılıqlı sadət deyə əbub 1-dir. Buranı atıram. Qaldı n kvadrat çıx 5n üstəgəl 9 bərabərdir n-ə. Bu n də sola aparıram. Olur n kvadratı çıx 6n eləyəcək. N-dən 5n. Üstəgəl 9 bərabər 0. Bu özü müxtəsər deməkdir. N çıx 3-ün kvadratıdır. Bərabər 0. N çıx 3 bərabər 0 yazsam n bərabər olacaq 3-ə. Gəlirəm burada n-in yerinə 3 yazıram bu ifadədə. Olur onda əkub. 3-ün üzərinə 2-ni gələndə 5 eləyəcək. 3-ün üzərinə 5-i gələndə 8 eləyəcək. 5 ilə 8 qarşılıqlı sadət deyə əkobların hasilinə bərabər. 5-i vururam 8-ə cavab eləyəcək 40. Sonra gəldi indi ikinci bölmə kəsrlərə. Deməli, burada nə soruşur bizdən? Kəsrin mənası yoxdur. Mənası yoxdur desə, məxrəci bərabərləyəcəksən 0-a. Desə ki, kəsrin qiyməti 0-a bərabərdir. O zaman sürəti bərabərləyəcəksən 0-a. İndi 3x çıx 2 bərabər 0-a. 3x bərabər 2-yə. X tapanda 2-ni bölməlisən 3-ə. Olur A variantı. Bax, qiyməti 0-a bərabər. Gördünüzmü? İndi bu dəfə sürəti 0-a bərabərləyirsiniz. 4x plus 2 bərabər 0-a. 4x bərabər mənfi 2-yə.
X bərabərdir. Mənfi 2 böl 4-ə. 2 ilə 4 yerə böləndə mənfi 0,5 düşür. Olacaq Y variantı. Mərkəzi 115 olan neçə ixtisar olunmayan düzgün kəsir var? Uşaqlar, ixtisar olunmayan düzgün kəsirin qaydasını tapanda, deməli, əvvəlcə 115-i sadə vuruqlarına ayırmaq lazımdır. 115-i böləcəm mən, deməli, 5-ə düşəcək 23. 23-ü də 23-ə böləndə qalacaq burada 1. İkinci növbədə belə bir düsturumuz var idi. P bərabərdir. 115-in özü vurulsun. 1 çıxılsın. Bir dəfə buradakı 5-i götürürəm. 5-də 1 yazıram. Bir dəfə də 23-ü götürürəm. 23-də 1 yazıram. Bu da eləyəcək 115 vurulsun. 1-dən 5-də 1 çıxanda qalacaq 5-də 4. 1-dən 23-də 1 çıxanda qalacaq 23-də 22. Bu 5 vur 23 115 eləyir deyə bunlar getdilər. 4-ü 22-yə vuranda 88 eləyəcək. Deməli 88 dənə ixtisar olunmayan düzgün kəsir var imiş. İxtisar olunan soruşsa idi, burada 115 dənəsindən 114 dənə düzgün kəsir var. 114 dənədən aldığım bu 88-i çıxardım, cavab nə qalsa onu yazardım. Çox güman ki, aşağıda buna sual qoymuşam. İxtisar olunan bəli varmış burada. Deməli, sual 6-da ixtisar olunan soruşur. Deməli, olunanın qaydasını yuxarıda öyrəndik necə olacaqsa. Deməli, birinci növbədə 91-i sadə vuruqlarına ayıracağıq. 3-ə böləndə, 3-ə nə idi? 7-yə böləndə 13, 13-ü 13-ə böləndə 1. Onda yazıram 91 vurulsun, 1 çıxılsın 7-də 1 və 1 çıxılsın 13-də 1. Buradan da alınır 91 vurulsun 7-də 6 və 13-də 12 qalır. Çünki 7-ni 1-ə vuranda 7 çıxıram 1-ni 6 qalır. 13-ü 1-ə vururam 13 çıxıram 1-ni 12 qalır. 7 vurulsun 91 eləyir 91 ilə gedir. Bu eləcək 72. 72 dənə ixtisar olunmayan var. Mənə olunan lazımdır. 91 kəsirdən 90 dənəsi düzgündür. Düzgün nə demək? 91-də 90 deməkdir. Bunun 72 dənəsi ixtisar olunmayandırsa, 92-dən 90-dan 72 çıxsam qalır 18. 18 dənəsi də ixtisar olunandır. Sonra gəldik bura. 5 gün ərzində deməli diaqramda gündəlik malın diaqramı gündəlik diaqram verilibdir. Satılan malın. 3-cü gün 15 ədəd mal satılıbsa, 2-ci gün nə qədərdir? Deməli, hamısı bir yerdə 11-də 11 eləməlidir. 11-də deməli 3-ü burada, 11-də 3-ü burada, ikisi burada, biri burada. Neçə eləyir? 6, 8, 9. Deməli, bura qalıb 11-də ikisi. Deməli, baxıram. 3-cü gün 15-dir. 3-cü gün haradadır burada? Bax, bura. 11-də 3x bərabərdir 15-ə. X bərabərdir 15 vurulsun. 3-də 11 yazıram. X də bərabərdir, ixtisar gedir 5 qalır. 5 11-ə vururam, 55 edir. Bu 55-i gətirirəm, mənə ikinci gün lazımdır. Burada yerinə vururam. 11-də 2-ni 55-ə vururam. 11 ilə 55 getsə 5 qalacaq. 5-i də 2-yə vuranda 10 eləyəcək. Sonra deməli, barqrafda gün ərzində mağazada satılan meyvələrin miqdarı kiloqramdan təsbit olunmuşdur və meyvələrin 1/4 heyva olarsa A-nı tapın. Bütün meyvələrində satılan. Deməli, baxıram nəyə? Birinci növbədə heyva nə qədərdir burada? Heyva A-dır, alma 50-dir, armud da 40-dır. Deməli, mənə deyir ki, satılan meyvələrin 1/4. Satılan bunların hamısıdır. Hamısı deyəndə A üstə gəl, bu ikisi də 90 eləyir. Bu meyvənin 1/4, 1/4 heyvadır. Heyva nə qədərdir? A qədərdir. Çarpaz 4-ü vururam bu tərəfə. Olur A üzərinə gəl 90 bərabər 4-ü A-ya vuranda 4A eləyəcək. 4A-dan A-nı çıxanda qalacaq 3A bərabər 90-a. A da oldu buradan 30. Deməli, heyva 30 oldu. Və sonuncu sualımıza baxaq. Deməli, uşaqlar, burada necəksiniz? Birinci bu hissəni hesablamaq lazım. 0,1 y yora qalsın. O ikinci hissədir. Birinci baxalım sağ tərəfə. Buradan uşaqlar, düzgün olmayan kəsrə çevirsək, 2/3-də 1. Eci 3-də 2-ni çavranda 6 bir doğruda 7. Bölünsün 2-də 2-ni çavuram 6 bir doğruda 7. Üzərinə gəl 3-də 3-ü 1-ə vururam 3, bir də burada 4. Birinci növbədə birinci kəsiri qalır, ikincini tərs çevirirəm. Vur 7-də 2, üzərinə gəl 3-də 4. Bərabər 7 ilə 7 getsə, qalacaq 3-də 2, üzərinə gəl 3-də 4. Bu mənə verəcək 3-də 6, 6-nı 3-ə böləndə 2. Deməli, y-lərin yerinə 2 yazıram. Bax, elə burada da. 0,1-i vururam 2-yə. Olur onda 0,2. Y çıx, y-nə yerinə yazıram 2.
bərabər 0.5-dəki vergüllə 2.5-dəki vergülü silsəm 25-də 5 qalır. İxtisar da eləsəm 5-ə, burada 5-də 1 qalır. Çarpaz vururam. X çıx 2-ni 1-ə vuranda x çıx 2 eləyəcək. 5-i də 0.2-yə vuranda 1 eləyəcək. Buradan da x bərabərdir 1 üzərinə gəl 2. X də bərabər olacaq 3. Düzgün cavab olacaq bu sualda da 3.